Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə, yaxın dedikdə mən bu cür deyə bilərəm, təxminən 100-150 metr arası bax bu cürdə demək mümkündür. Deməli pafaktu 4,5 mənə deyilənə görə ancaq sənəddə 3,85 sənədi deməli torpaq sayəsində sənədi çıxarışdır. Yəni evin öz sənədi 98,5'dir. Bundan başqa deməli bax bu həyət evi tikildiyi ilə görə ipoteka yararlıdır. Hal-hazırda mən bu həyət evinin deməli bağçasında yerləşirəm. Gördüyünüz kimi 3 tərəfdən kubiklə hörülüb, 15'dən çox ağac növü var. 2 tonluq deməli su bakını görmək mümkündür. 6 tonluq baseynisi var. Bax bura bağçasıdır. Bax belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. İndi isə birinci mərtəbəyə keçirəm. Yəni bax yenidən evin xarici görünüşünün, yəni bağça tərəfdən bu cür. İndi isə deməli bax bura birinci mərtəbədir. Birinci mərtəbənin navesin altıdır. Birinci mərtəbədə burada harasa 2 otaq bir deməli obyekt yeri yerləşir. Obyekt yerinin ölçüsü harasa 5'in 5'ədir. Yəni hal-hazırda mən elə gəlir ki işləmir, ancaq belə baxıram nə vaxtsa işləyib. Burayı deməli hal-hazırda mən darvazadan giriş hissəsində yerləşirəm. Gördüyünüz kimi maşın daxil olur. Yəni navesin alt hissəsidir. Sol tərəfdə hamamdır. Mətbəxdir. 4'ün 5'e olan otaqdır. Bax təmirini necə görsünüz bu cürdə var. Qarşıda mətbəxini görmək mümkündür. Burası otaqlardan biridir. 4'ün 5'e. Bax burada mən belə baxıram, bura hamama da oxşuyur. Bax bu cür dedim. Ancaq hamam hal-hazırda burada yerləşir. Aristondur, stil sistemi. Yenidən navesin alt hissəsini görmək mümkündür. Bax belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Obyekt kimi dediyim bax belə bir 5'in 5'e olan deməli otaqdır. Burası isə birinci mərtəbənin otaqlarından biridir. Yəni bax bu cürdür. Dediyim kimi ipoteka yararlıdır. Yəni 2003-cü ildə tikilib. Deməli sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Evin öz sənədi çıxarışdır. İndi isə ikinci mərtəbəyə qalxıram. Bax belə bir həyət evinin deməli qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası isə ikinci mərtəbənin hamamıdır. Yenidən ikinci mərtəbədə yerləşən otaqları sizə göstərirəm. Bax burada bir otaqdır. Polu splaşnoy taxtadır. Bax polunu görmək mümkündür. Bura deməli harasa 5'in 4'ün 5'ədir. Bax bu cürdür. İndi isə deməli bura yenidən zal kimi deyim, otaq kimi də başa düşmək olar. Ancaq mən elə gəlir ki zal buradır. Qarşıdan 5'in 5'e 2 ədəd otaq var. Bax bura deməli otaqlardan biridir. Bax belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Polunu görürsünüz. Bura deməli ikinci mərtəbənin otaqlarıdır. Həqiqətən sahə böyükdür. Ancaq bir balaca bu cür. Burası isə deməli ikinci mərtəbənin yenidən otaqlarından biridir. Yəni splaşnoy ikinci mərtəbə hamısı yaşayış üçün əlverişlidir. Bax belə sizlərə uğurlar.